Salam əziz müəllimlər və müəllim olmaq istəyənlər. Əgər siz MİQ və sertifikasiya imtahanına hazırlaşırsınızsa, artıq məlumatınız var ki, bu imtahanda ən böyük çətinlik yaradan məqamlardan biri mətn suallarını cavablandırmaqdır. Məhz biz bu məqamı düşünərək sizlər üçün belə bir vəsait hazırlamışıq. Azərbaycan dili fənnindən MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlar üçün sınaqlar toplusu hazırlamışıq. Bu sınaqlar toplusunda nələr var? Bu sınaqlar toplusunda imtahanda tətbiq olunan mətnlərin strukturunu, quruluşunu, onları necə cavablandırmaq lazım gəldiyini bildirən iş üsulları əlavə olunub, yəni nəzəri məlumatlar əlavə olunub. Sonra hər bir nəzəri məlumatdan sonra izahlı suallar tərtib olunub. Yəni bu sualları necə işləmək lazımdır, necə cavablandırmaq lazımdır, onu sizə praktiki şəkildə öyrədir. Bunlardan əlavə hər mövzu ilə bağlı iki böyük ana başlıq altında yığılmış bölmə var. Hər bölmə 2 mövzu testi var. Hər mövzu testində təxminən 20 mətn sualı var. Ümumilikdə 4 mövzu testi var. Hər birində 20 mətn sualı da ümumilikdə 80 mətn sualı eləyir. Yəni siz bu mövzu testlərini, yəni quizləri işləyərək bilik və bacarıqlarınızı, yəni onları necə mənimsədiyinizi rahatlıqla yoxlaya bilərsiniz. Və bunlardan əlavə bu vəsaitdə 40 sınaq var. Yəni MİQ və sertifikasiya imtahanlarının çərçivə sənədindəki verilən məzmun xəttlərinə, yəni standartlara uyğun, alt standartlara uyğun, yəni o çərçivə sənədinə uyğun, yəni hazırlanmış sınaqlar var, 40 sınaq var. Hər sınağın tərkibində 25 sual var. 25 sualdan 13-ü mətn sualdır, biri əməli yazı, yerdə qalanlarda dil qaydasına aid. Yəni siz bu sınaqları işləyərək bilik və bacarıqlarınızı yoxlaya bilərsiniz və imtahana çox rahat, sistemli şəkildə hazırlaşa bilərsiniz. Bu vəsaitdən istifadə etmək sizə, yəni buradakı mətnləri istifadə etmək sizə hansı faydalar verər? İmtahanda bilirsiniz, əsas imtahan strukturunda, imtahanın gedişatında sürətli oxu bacarığı sizə çox böyük faydası olacaq. Məhz bu vəsaiti işləyərək sürətli oxunuzu, yəni sürətli oxuma bacarığınızı artıra bilərsiniz. Bunun da ki, imtahanda nə qədər faydalı olacağını bu imtahanda iştirak edən namizədlərin fikirlərindən, geri dönüşlərindən əsaslanıb bunu sizə deyirəm. Ümid edirəm ki, bu vəsait sizlərə bu imtahan yolunda ən yaxın yol yoldaşınız olacaq. Sağ olun, hər birinizə uğurlar arzulayıram.